Noyabrın 20-sində Ağcabədi Bayraq Muzeyində Vətən müharibəsindəki qələbəmizdə milli mənəvi dəyərlərimizin rolu mövzusunda tədbir keçirilib. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə baş tutan tədbirdə ictimaiyyət nümayəndələri, din xadimləri, dini icma sədrləri, şəhid ailələri, qazilər və media nümayəndələri iştirak ediblər. Tədbirdən öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra giriş nitqi ilə komitənin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdiri vəzifəsini icra edən tədbirin moderatoru Pərviz Eyvazov çıxış edib. Mövzuya dair sənədli filmin nümayişindən sonra isə digər çıxışlara başlanılıb. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Dini Komissiyanın sədri Xətai Zeynalov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regionlarla İş şöbəsinin məsləhətçisi Ramil Hikmət, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, şəhid anası Məlahət Həziyeva, Ağcabədi Pedaqoji Kollecinin direktoru, müharibə veteranı Bəxtiyar Əliyev və Ağcabədi Şəhər Cümə Məscidinin imamı Röya Balayev öz çıxışlarında Vətən müharibəsində əldə edilən zəfərin milli birlik, mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik sayəsində mümkün olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu qələbə yalnız silahla, texnika ilə qazanılmadı. Bizi zəfərə aparan daha güclü bir vasitə ruhumuz, mənəviyyatımız və milli dəyərlərimiz idi. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.